Məlumat verdiyimiz kimi, sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələr və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyan 20 il müddətinə azadlıqdan məhrum olunub. Vardanyan niyə ömürlük cəza almadı? Globalinfo.at-a danışan deputat Elman Nəsirov bildirib ki, Azərbaycan məhkəmələri bu işlərə beynəlxalq hüquq normaları çərçivəsində baxıb. Təqsirləndirilən şəxslərin hər biri vəkillə təmin olunub, bütün prosessual hüquqları qorunub və qanunvericiliyin tələblərinə əməl olunub. Ömürlük həbs cəzası alan şəxslərin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, terrorçuluq və başqa ağır əməlləri konkret faktlar, sübutlar və şahid ifadələri ilə təsdiqlənib. Məhkəmə hər bir iş üzrə cinayətin miqyasını və xarakterini qiymətləndirərək adekvat cəza təyin edib. Ruben Vardanyana 20 il müddətinə azadlıqdan məhrum etmə cəzasının verilməsi də aparılmış istintaq materialları, şahid ifadələri və məhkəmə araşdırmaları əsasında müəyyən olunub. Millət vəkili əlavə edib ki, Ruben Vardanyanın 2-ci Qarabağ müharibəsində birbaşa silahlı iştirakının və ya hərbi komandanlıq vəzifəsinin olmadığı, daha çox sonrakı dövrdə siyasi proseslərdə yer aldığı nəzərə alınıb. Ömürlük cəza alan şəxslər isə işğal dövründə təxminən 30 il ərzində daha geniş miqyaslı və sistemli cinayətlərdə iştirak ediblər. Bu cinayətlər istintaq və məhkəmə araşdırmaları zamanı sübuta yetirilib. Bu baxımdan məhkəmənin qərarı araşdırılmış sübutlara və hüquqi qiymətləndirməyə əsaslanır. Qərarın obyektiv və mövcud hüquqi çərçivəyə uyğun verildiyi qənaətinə gəlmək olar.